Baxın, bu məcun qaraciyər təmizləyir, immuniteti gücləndirir, İlgiz. İnsanda cinsi həvəs yaradır, cinsi gücü artırır, cinsi fəallığı artırır. Bax, bu məcun arı məhsullarıdır, tərkibi tam təbii qoz, fındıq, badam, avokado yağıdır, mumya var tərkibində və arı məhsulları, arı südü, propolisat, yəni bu şeylər var tərkibində. Mütləq yoxlamağınız məsləhətlidir, hörmətli bəylərimiz. Yazırlar, yaşın fərqi yoxdur. Yaşın fərqi var, doktor Ümumiyyətcən, bunu istifadə eləmək üçün? Yox, yaşın fərqi var. Təbii ki, sən onu uşağa verməyəcəksən. 18 yaşından yuxarı? 14 yaşından yuxarı, 15-16 yaş, yəni yetkinlik dövründə də vermək olar. Ondan başqa da təbii ki, orada ən əsası mən həkim məsləhətinə ehtiyac olur. Təbiidir, ancaq güclüdür. Güclü olduğu üçün də xəstənin mütləq vəziyyəti bilinməlidir. Nə üçün istəyir? Qanı artırmaq üçün istəyir, qaraciyər üçün istəyir, prostat fərci üçün istəyir, cinsi gücü artırmaq üçün istəyir. Nə üçün istəyirsə, mütləq o bilinməlidir, ona da uyğun doza seçilməlidir. Və elə ilk andan da effektini hiss edirlər. Ən əsas odur ki, çox gözəl effekt verir.